Bu servisdə Minecraft Survival 8-ci bölümü eləyirik. O 7-ci bölümdə bildiyiniz kimi oyunu bitirdik. Oyunu bitirdik və Ender əjdaha yumurtasını aldıq. Bugün də Elytra almaya gələcəyik. Onda heç vaxt bitmədən videomuza başlayaq. Dostlar başladıq. İndi ora Ender pearl atacağıq və keçəcəyik oradan. Tuturam verəm deyə biraz yuxarı çıxacağım. Biraz daha. Yəni ki buradan tutturdum da. Hə. Ne oldu hə? Dondu. Oha! Bug'dı bu. Düz end yerinin üstünde doldum. Oha. Burada bəs gəmi oradadır. Portal da düz orada olub. Rahat qaydarıq da. Gəmi hardadır? Onun gəmisi o tərəfdədir. Şalkırlara şey olmadan, ilişmədən kesə bilsək o tərəfə. Baxa gəmi hardadır. Şalkırlar var burada. Taktika nədir? Bax da. Taktika budur dostlar. Düşüb ölməmək üçün. Bax da. Darcaq indi. Hayda. Neyse dostlar canımız yenilendi. Yeniden gedək ora gəlirəm. Dostlar yeniden geldim bura. Amma incələdim buranın gəmisi yox imiş. Heyif. Ona görə başqasını axtarmağa gedəcəyik. İndi belə Ender pearl atım. İndi başqasını axtarmağa gedirik. Bu tərəfə doğru gedək. Yok. Blokumuz var. Tahta istifadə edək. Bir dəqiqə çankı yüksəldim mən. Bəlkə gördük. Videodadır. Maksimum elədim. O bayaqkidir. Bura yox. Bura getməyək məncə. Bir tane böyle Ender pearl atım çatar da yəqin. Çankımız maksimumdadır. Amma hələ də işini görənmirik. Çıxsa məncə o tərəfdən çıxar. Aha, çıxdı, vallahi çıxdı. Onun gəmisi var. Görünmür, niyə? Biraz yaxından görməliyim. İliyə dəmirəm, heç nə. Çankı çoxaltdım deyə elə donur ki.
Birdən gəlib zad eləyərlər. Düşərəm aşağı. Baxın, görürsünüz necə donur. Neyse, trampı düzəldə bilərəm. Bunun var deyəsən, hə? Oradır. Yox, ora deyil. Gəmi ayrıcı olur deyəsən şeydən. Amma deyəsən bunda da yoxdur. Ayda, mən sənə baxmamışam. Əl çək məndən. Ayda, əsəb olacam indi. Dostlar, dayanın bir deyim. Dostlar, hamısını getdim özüm elədim. Özüm elədim. 50 trazad aldım. Bir dəqiqə dostlar, işim çıxdı. Gəlirəm. Gəldim dostlar. Hə, nə deyirdim? Getdim 50 tra aldım. 2 dənə yer çıxdı. 2 dənəsini aldım. Bir dənə də ejderha kafasını. İkincisini almadım. İkincisindəki ejderha kafasını da aldım. Neyse, fişek zat da düzəltdim barutlarla, zatlarla. İndi nə edəyək? Bunlarla əlimizdəki şey, büyülərlə ikiye ayırmaq olur bunları. Bunları necə bölək ikiye? Alev və girdab. Məsələn, alevi mən basmaq istəyirəm bunu. Amma girdab da getdi axı. Onları sonra düzəldim, gəldim dostlar. Sonra düzəltdim, getdim. Baxın, çarp 4, yoğunluq, nə bilim, dəlmə, girdab, sadakat, hər şey var. İndi məsələn, çarp 4, yoğunluq 3, dəlmə 3, sadakat 3, geri tepmə 2. Bizim kılıncımızda geri tepmə 1 var. Geri tepmə 2 basar. Oldu. Bizə mızraq lazımdır, amma mızraqımız yoxdur. Səhər eləyəcəm. Mənim ekran paraltım azalıb, hə. İndi mən gemiden mızraqlı tapım gəldim dostlar. Budur mızraqlı, yox. Dostlar, 2 dənə tapdım mızraqlı, birləşdirdim onları full olacağını. De, hanı? Hanı? Mızraq hanı? Ayda, o yox. Dostlar, gəldim, çaşıb yartıdan güz götürmüşəm. Ama mızrağı özüm tapdım, ha. Dostlar, bir dəqiqə. Gəldim dostlar. Baxın, mızraq burada. Mızraqın büyülərdən basıyıq. Sadakat bas. Yoğunluq yox, dəlmə yox. Girdab bas. Hadi sadakat olanda. Sadakat olsa bize lazım değil. Biz ancaq girdab basıyıq. Sadakat olanda girdab lazım değil ki.
Girdap hansıdır bu? Bəs. Dəlimi basa bilirik? Yox. Neyse dostlar, bugünlük məndən bu qədər. Sağ olun, salamat qalın. Digər videoda görüşəndək bay bay.